35 yaşım var, həyatımda ilk dəfə talış pizzası yedim. Bəli, daha bir İtalyan yox, talış sənətkarın sənət əsərləri ilə qarşınızdayım. Başlayaq nədən? Bu qoz küküsüdür, adi küküdür. Bunlar barəsində çox danışmışıq. Bu badımcan məzəsindən başlayaq. Üzərində də belə ləvəngi kimi turşulu bir sousu var idi. Çox zor söhbətdir. Bu məkana öz şefimlə getmişdim. Ona görə də çölmə ləvəngini istəyirəm o dəyərləndirsin. Dozu biraz azdır. Turşuluğu biraz artıq olsa pis olmaz. Sırdağ qəşəng hazırlamışdı. Təbii ki, bir talışın sırdağı hazırlaya bilməməsi qəribə olardı. Üzəri küncütlə örtülmüş antrikotlar, belə bir maraqlı yemək var idi. Antrikotu yumşaq idi, amma üzərindəki küncüt və çörəyatı sanki biraz quruluq verirdi ətə və çeynəməyə çətinləşdirirdi. Alval sosunda qızıl balıq ən bəyəndiyimiz yeməklərdən biri bu oldu. Ümumiyyətlə turş dad və ləzzətli balıq əti ilə nə yanlış gedə bilər ki? Ki günün kulminasiya nöqtəsi ən bəyəndiyimiz yemək bax bu Lənkəran talış pizzası oldu ki, altında aşın qazmağıdır, üzərində isə ləvəngi və pendir. Dediyim ki, bu məkan şəhər mərkəzində yerləşir. Düz Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı ilə üzbəüz. Məkanın adı isə Düşbərədir. İlli üslubda dizayn olunub. Həm dostlarınızla, həm ailənizlə, həm də xarici qonağınız varsa, onlarla rahatlıqla gələ bilərsiniz.